Problem Çanqan 11-də var, gəzir günlərdir Bakıda. Yanımıza yaxınlaşıb, maşın bir dənə qafiyə deyir ki, indi səsə qulaq asın bir dənə. Gəldi. Qafiyəni tut, meyxara deyir. Nə qəşək deyir abba. Deməli, xodlayaq indi görə bu niyə belə eləyir. Ekranda yazır ki, çox belə də kamikaze vəziyyətlərdə maşın, yəni çək qırağa mütləq saxla. Avtomobilin batarya problemindən şikayət eləyir. Maşını neytraldan deyildən driverdən keçmir. Bax, ayağım tormuzda. Qız başımızı xarab edəcək. İşləmir maşın. Maşın aşıbqalarını göstədirəm. Maşın ya driveri görür, ya zadını, ya deyil, ya reyni görür. Heç nə görmür. Avtomobil xoda düşmür. Qlobal bir problem var. Maşının səhvləri BMS-dən şikayət eləyir. Nasosdan şikayət eləyir. Bir çox səhvlərdən şikayət eləyir. Maşının problemi var ciddi şəkildə. Maşın parkovkanı görmür. Parkovkadan başqa driver reyni görmür. Sürətlər qutusu işləmir. 2025-dir. Cəmi maşının probegi 9533 kilometrdir. Və dinamo zaryadkanı 1248 göstərir maşının ümumi zaryatkası. Başqa akkumulyatorla dəyişilirik. Yenə də maşın düzəlir. Yenidən eyni səhvlər qayıdır. Akkumulyator dəyişməyə heç bir fərq eləmir maşında. Avtomobilin demək olar ki, problemini aradan qalxızmışıq. Zaryadka yerinə bərpa olunub. Maşının zamok açırıq. Mühərrik işə salırıq. Bu da sizin üçün avtomobilimizin. İndi biz mühərriki işə salacağıq, motoru xodlayacağıq. Bu da sizin üçün motorun xodlanması. Driver necədir? Bu da de. Avtomobilin problemi aradan qalxmışdı. Müğayət oldunuz bizdən. Bizim üçün modelin fərqi yoxdur. Ən çox da ki, bu tim maşınlarını sevirəm. Ən sevdiyim avtomobillər bunlardır.